gördük hamınızı. Sizinle bir yerde olmaq, sizinle ünsiyyətdə olmaq çox xoşdur. Bu mənim Ağalıya ikinci səfərimdir. 2023-cü ildə də biz Ağalıda əhali ilə, Ağalının bütün sakinləri ilə tədbirlər keçirmişik. Və burada hansısa bir qadın kollektivinin bacarıqların artırılması ilə bağlı hər hansı bir işi görmək həqiqətən də bizim üçün çox xoşdur. Biz bugün burada qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən aqrosahibkar qadınlarla iş layihəsi xətti ilə biz bugün buradayıq və sizinlə görüşürük. Bugünkü görüşümüzün məqsədi odur ki, Ağalıda olan aqrosahibkar qadınlarla görüş keçirmək, onların inkişaf ehtiyaclarını qiymətləndirmək, onların ümumiyyətlə hal-hazırda nə ilə məşğuldurlar, onların gələcək planları necədir, onların bir strateji hədəfləri varmı, onların biznes qurub öz iqtisadi imkanlarını genişləndirməsi üçün necə imkanlar mövcuddur və o imkanları necə təkmilləşdirmək olar, bunları öyrənmək məqsədilə bugün biz sizinlə burada görüş keçiririk. Bugünkü görüşümüzün bir qonağı da var ki, bizim qonağımız aqrosahibkardır, Biləsuvar rayonunda fəaliyyət göstərir. Onun geniş həm də sosial fəaliyyəti var, o qeyri-hökumət təşkilatını idarə edir. Onun çox böyük, gözəl, faydalı layihələri olub Biləsuvar rayonunda və digər rayonlarda və bununla yanaşı o aqrosahibkarlıqla da məşğuldur. Bu xanım Naxçıvan Əzizovadır. O birazdan öz biznes təcrübəsi haqqında aqrosahibkarlığın necə deyərlər, çətinlikləri, onun üstünlükləri, faydaları, öyrənmiş dərsləri, təcrübəsi və s. barədə öz təcrübəsini sizinlə görüşəcək. Bütün bunlardan əvvəl biz istəyirik ki, burada əyləşən xanımlar hər biri özünü təqdim eləsin, adının, familiyasını bilsin, hal-hazırda kənddə nə işlə məşğuldur. Hal-hazırda həyətdə tovuq cüzə saxlayırıq. Fərdi təsərrüfatla məşğulur. Mən Mahmudova İlahiyyə Məhəmməd qızı, Zəngilan rayon Ağalı kənd sakini. Cəbrayıl Qubaqlı Zəngilan rayonlarında bərpa bütünlük idarə etmədə aparıcı məsləhətçi işləyirəm. Onunla bərabər Barış Kooperativimiz var, 10 hektar sahəmiz var, 500 hektar. AFAQ layihəsində iştirak eləmişəm. Çox sağ olun, çox təşəkkür ederim. 2023-cü il demək olar ki, biz avqust ayının 12-sində Zəngilan rayonuna Ağalı kəndinə gəlmişik, Ağalı sakiniyik. Artıq öz doğma torpağımıza qovuşmuşuq. Yalnız həyat yanı sahələrdə tərəvəzləşməklə, ağac salmaqla bu işlərlə məşğuluq. Amma öncə, 93-cü ildən öncə tütünçülüklə, aramaçılıqla, maldarlıqla məşğul olmuşuq. Mən də öz sayəmdə, yerimizə böyük gəlmişəm, düzdür, öz sayəmdə işləmirəm, amma həyatda töyöqcücəm var. Ondan sonra həyatda pomidorda, xiyardır, lubiyadır. Tərəvəzdə işlərindən belə baxıram. Tatil bir şey var ki, zinlərlə varkən yaşayıram. İnşallah iştirak eləmişəm. İşimiz xeyirli olsun, xoş gəlmişsiniz, uzun ömür olsun. Çox sağ olun. Siz deyəsən quşçuluqla bağlı iştirak eləmişsiniz, AFAQ layihəsində. Aha, tamam, çox sağ olun. Buyurun xanım siz. Merhaba Arzu, Ağalı kəndinə 65-ci il dövlət tamam olacaq. Qadınlarla iş layihəsi haqqında mən sizə biraz məlumat vermək istəyirəm. Biz Azərbaycan Kənd Qadınları Assosiasiyasını təmsil edirik. Mən Kənd Qadınları Assosiasiyasının sədri, Gülbəniz Qəmdarova mənəm, təkisi. Bangladeşdən olan Məhəmməd Yunusun qadın özünəkümət qrupu modelini yaratmasıdır. Məhəmməd Yunus kim idi? Məhəmməd Yunus Bangladeşlidir. O Amerikada təhsil almışdı və Bangladeşə qayıdıb, orada Chicago Universitetində dərs deyirdi.
O universitetdə dərs deyəndə alim idi. O universitetdə dərs deyəndə baxdı ki, pəncərədən baxırdı ki, o universitetin lap yaxınlığında bir xeyli qadın çox ağır şəraitdə nəsə iş görürlər. Axşama qədər bunlar işləyirlər, ayaqları palçıqda, sonra nə bilim, bir oturmağa bir yerləri yoxdur, çox pis şəraitdə işləyirlər bunlar və axşama yaxın iki kişi gəlir, oradan nəyisə aparır, gedir. Sonra da qadınlar gedirlər yerlərlə. Bu Bangladeşdə, bu İslam ölkəsidir, həm də konservativ ölkədir də. Daha Məhəmməd Yunus özü o qadınlara yaxınlaşıb, onlardan bir şey soruşmaq, bu onların mədəniyyətinə zidd bir şeydir. Ona görə o tələbələrini, qız tələbələrindən göndərir ki, görün bu qadınlar nə ilə məşğul. Bu qrupun yaradılması, sonra onların bank kimi formalaşması, dünya təcrübəsi statusu qazanması, bununla bağlı Məhəmməd Yunus bir kitab yazdı. Kitabın adı Kasıbların Bankiridir. Və o kitab Azərbaycan dilinə tərcümə olundu və ona deyim ki, bu modeli yaratdığına görə 2006-cı ildə Məhəmməd Yunusa Nobel mükafatı verdilər. Baxın, Nobel mükafatı almaq da o çox yüksək bir statusdur. Həmin iki dəfə təmiz o ərazinin təmizlənməsi, kətmənlənməsindən mən rekord nəticə 42 sentiner aldım maşınla və əllə də hardasa toplanıldı, hardasa belə deyil, 46 sentiner taxalıqda da pamıq verdim. Düşünürəm ki, ay yarımda o sayda cücədən istehsal olunan məhsulun əldə olan gəliri az gəlir deyil, yəni marja olaraq gəlirli sahə kimi hesab oluna bilir. Nevizdə meyvə tingləri əkib, məsələn, o məhsulu qəşəng götürmək olar, məhsullar qoyulur. Torpağımız çox məhsuldardır, amma o 13 sot ərazidə biraz həyətə veriləndə, yəni orada nə qədər ağac olacaq ki, o ancaq yenə də kənardan salınmaq Olanlar təlimdə deyilmişdi ki, kəsilməlidir, çıxardılmalıdır toyuqların içində. Qalan toyuqlar yumurta üçün istifadə olundu, yumurtasını satdıq 2 il müddətində. Ondan sonra yaşı keçmişdi də, ölən öldü, yediyimiz yedik belə, davam elətdirdik yenə. Yəni yerinə başqa toyuqlar aldıq, qoyduq, cücəsiz. İnkubatorumuz var idi, yumurtasından istifadə elədik. İnkubator özünüzü, yoxsa o mu? Məşğulluq vermişdik. Məşğulluq. Aydındır. Sonra Minaya xanım, siz necə istifadə edədiniz ondan? Və biz də elə həmən, xanım dediyi kimi, xomuzları kəsdik. Amma fərələri böyüdü, başladı yumurtadılar, yumurtasını satdı. Bir gün içində bu hardasa il yarım böyüklüğü qalmışdılar. Bir gün, bir gecənin içində hamısının xəstəlik gəldi. Xəstəlik gəldi sizə. Xəstəlik Daha kimdə toyuğuydu? Şəhbə xanım, biri sizdəydi, hə? Eyni. Balata verilmiş, böyüdü, onu da çok öyle dinler, toyuqları vururdu. Sizi ilə bərabər çox rayonlarda bir yoldaş dedi ki, belediyenin böyle bir o sevgi içindeki yaramazlığı ekmek isteyen tohumu, elinde tohumum da yok, nağd pulum da yok. Bir tanıdığım bir insan elə söhbət əsnasında dedi, mən sənə kömək edirəm, içəndə mənə 500 kilogram buğda verərsən. Torpağı da, buğdanı da tapdım. Bəs kombayn pulun necə eləmək lazımdır? Onu getdim, 1200 manat kredi çəkdim. Heç nəyim yox. Ancaq düşünürəm ki, ay bay mən o krediti verə biləcək yenə əmək haqqım var. Və onu düşündüm ki, eybi yox. Ziyanı gedərəm ən azından mayasını çıxardacaq və bir ilim geridə düşsə heç nə olmaz. Həmin ili o məhsul əyildik. Onun getdikcə eləyirlər. 2019-dan indi 7 il eləyir. O 7 ilin içində onlardan ayrılıq var. Yəni siz heç də düşünməyin ki, biz bunu bazarlıyıq. Onlardan da gözəl bazarlıyıq. Bir de bir program, bir dönem istiyor. Demek ki 94'te ilişki gerçekte oldu. Aklımda ilişkileri biznes işime başladı. Ama parça şeyine. Bir de dedi ki gelirim falan yerden. Getdik Xırdalanın bölümü qaydırdı. 4 tane oğlum parçaydı. Bilmədim mi? Biz de aklımıza qaldı dedik. Dedim qaldı. Tanıdım. Bilməm. Bilməm. 4 tane
taksi baxaydı da, buradan oraya getmək, 25 manat bize. Dedim, 4 yılın parçadan biz getdik Xırdalana, bir gün dədə qurban. Bu gün 4-dürsə, sabah olacaq 8, o bir gün olacaq, öyle vaxt olacaq, tırlar gələcək qapımıza. Həqiqətən bir ilin içində mən o tırı gördüm. Bir ilin içində şu tırlar gəldi. Baxıram ki, görüm, həqiqətən o biznesi qorumaq üçün birinci xəyanət eləməyəsən. Və artırmalı düşünəsən. Aysa, ikinci də ki, artırmalı düşərsə, özü kimin əli ilə, necə gəlir, necə getdiyini, kiminlə dostluq elədiyi biləsən. Forma sistemi yəni buna qəti sürətdə icazə verilir. Bizdə də belə ki, taxıl dəymişik, arpa dəymişik. Amma su hələ yəni onun başında durmuyor. Çiçəkləndirilən bir bitki sortudur. Şəxsən mənim bu dəqiqə həyətimdə anas, belə deyək, budama üçün 150 ədəd böyük başlı xrizantemanlar var. Biz bildiyimiz payız çiçəkləri var deyə belə əkirdik. Onun sortlaşmış forması var, müxtəlif formalıdır. Böyük, belə yumruq başlı var, amma onlar çox hündür olmur. Görmək orası var. Onun ildə 2 dəfə budanmasını təmin edib, hər dəfə 1-2 min tink vurmaq olar. Onun da ən aşağı qiyməti 3 manat 50 qəpik, 4 manat elə Bakıdadır. Bəlkə 200 dənə salmışıq. Çilici ilə bağlı gərək cümlələr verilsin. Ümumiyyətlə, pulsuz, parasız gəlib o təlimi sizin keçməyə hazır. Azərbaycan mərkəzi var, onların təlimçiləri var, nazirliyin şöbələr. Onlar qeydiyyatdan keçib. 10 nəfər qadın qeydiyyatdan keçib, yəni siz 10 nəfər Ahrar İnkişaf Agentliyinə girsəniz, orada qeydiyyatdan geçsəniz, sizə heç belə müraciətinizə əlavə ehtiyac yoxdur, sizə artıq təlimçi gələcək. Qrupu yaradandan sonra, qadın qrupu yaradandan sonra, qrupun adından müraciət və sizə istənilən təlimi, aqrar sahədə olan təlimi, aqrar inkişaf mərkəzləri, yəni təmin edəcəklər. Bura hansı aqrar inkişaf? Buranın özünün var, aqrar inkişaf mərkəzləri. Hər zaman əsas təsir edir, heyvanlarlıqda yoxsa Daim idarəsi. Daim idarəsi. O Möhbət müəllim idarənin rəhbəri. Hə, orada yəni ki, aqronomlar var da, müxtəlif sahənin bayqlarından. Nə istəyirsə dəstəyi olur. Yəni, indi biz kifayət qədər tanış olduq ki, hansı sahədə necə fəaliyyət göstərir və yaxud hansı sahəyə necə münasibət göstərir. İndi gəlin biz onu müzakirə edək ki, buradakı xanımlar, siz özünüzü hansı biznesdə görürsünüz? Məsələn, hansı biznes sahəsini siz idarə edə bilərsiniz? Sizin bacarığınız nəyədir? Mən dəyərləşdirmə yerləşdirdim. Hanımlarımız biraz təmbəlləşdirəm. Mən 4 il içində heç vaxt, məsələn, iş bilən öyrətişdirəm. Heç vaxt ona qanı olmuşum. Mən işdən getmişəm evlərə, paltarımı dəyişmişəm və banka bağlamışam. Mürəbbə pişirmişəm. Onda satışım yapmışam. Yəni, heç vaxt mən dayanmışam. Tək başıma gedirəm, göstərirəm. Həyat bu haqqında eləcək. Yəni, mən işindən pul alıram, o mənə vəsir etsin, mən heç vaxt dayanmışam. Bu dəqiqədə mən, məsələn, həyatımda düzdür, yoldaşımla o biri deyildi, amma iyiydik. O demək deyil ki, hansı biznesi var. Yəni, nəyi bacararsınız? Kim hansı biznesi Mən inanıyorum, qurmağı bacarar, qabiliyyəti var, istəyi var, təşəbbüsü var. Götürək bu xanımı, Lalə xanım. Lalə xanım, siz heç düşünürsünüz ki, necə bir iş? Mən özüm bura gələndən sonra gördüyüm iş yoxdur. Bir müddət sonra getdim dırnaq. Bir müəssisəsi. Bir ildə onunla məşğulam. Əla. Öz büdcəmdən görə. O mənə kifayətdir. Çox sağ olun. Minay xanımı bildik ki, Gübəz xanım, məsələn, bizdə Arzu xanım var, çox dedikcə həm qaldı. Ona gələcəyik, ora gəlmişsiniz. Buyurun, bu xanım
Amma qonaq bizə davam edəməyəcəksiniz də, bütün burada qonaqsız və rəyalıq hə, olsun. Bizim özümüzün ayrı biznesimiz var, şəbəkələr şəklində. Onu idarə edir. Bir qismini həm dövlət işindəkən var. Nədən ibarətdir? Zor mağazalar şəbəkəsi, şəhərlər dərgirlər. Hə, o şəhərdədir də, kənddə onda Allah xeyir versin. Çox sağ olun. O buranın söhbəti deyil. Sadəcə olaraq mən də biznes diriz. O biznes o arkada oturan və bir saat sonradan Onu mən dərəcə edərəm. Şimdi o siyahıda olan... Yox, xeyr, Güləsalon Məhəmməd bəy sakindir, təzə keçənlərdəndir. Qəşəng şirniyyatlar pişirir. Xanımın çox gözəl əl O bacarır. xanım danışmağı bacarmır. Bacarır, özü danışacaq. Özünü tərtib elə də, sən sonradan gəldin, belə bilmədin. Heydər və Həqiqlər, mən müxəlifən sakiniyəm. 6 ayda bura geçmişim. Zəhmət olmasa ayağa qalxa bilərsiniz, gözəl xanım. Gəlin bax, o piyanin usulunu gətirin, onu Lalənin yanına. Paşa-paşa orada danışın, biz də sizə gözəl qulaq asaq. Məhəmməd bəydən. Məhəmməd bəy zaman Yox, o öz danışdığı qarşısın. Babarıdan Poladımızı 6 ayda bura keçmişik. İxtisasımızla burada iş tapa bilmədiyimə görə əlbəttə peşəmə şirniyyat pişirməklə şəhərimdə şirniyyat pişirmişəm. Burada da pişirdim Gülənin xanımın sayəsində. Yəni, onun dəstəyi ilə. Həm toyuqçuda saxlayıram, həm əkinim var. Həm şirniyyat, həm ev işləri, pişiriş belə də, yəni. Mən də, yəni, meyvə tərəvəzinə olsa damlayıb, yəni əvvəl satışıyla məşğul olmuşam. İnşallah burada da yəni fikrim var ki, eləyirik. Məhsulumuzun nəticəsini götürürük, ondan sonra yəqin ki, başlayacaq. Onun barmağında 10 marifə. Aferin. Bir sözlə qoçaq bildiniz. Salonda da işləmişəm, üz qaş alma ilə də məşğul olmuşam. Sadəcə yəni yoldaşım icazə verməyib, imkanı yaxşı olub işləməyə icazə verməyib. Və gələndə yəni o da işlə bağlı problem yaşadı məndə, amma o pes etmədi də düşlərə söz olaraq əl-ələ verdi, hələ bir tərəfdən yəni işlədi, belə. Sizə uğurlar. Buradan məsələ olur ki, görək kimin hansı sahəyə meyil var, kimin hansı sahəyə bacarığı var, onu müəyyən edilməlidir. İndi sıra qalmışdır Baharda, buyurun Baharda. Siz hansı sahənin cəngavərisiniz? Hər şərəf evlidir. Yəni evi, əsas evi idarə edirəm də. Burada evdə tanıma söhbəti etməyir, burada biznesini söhbəti. Biznesdəki nə olur? Sinar gözəşdir. Sinar şıqaladır. Mən başa çıxıram. Niyə dillə deyil? Sizin haqqınızda başqaları danışmalıdır. Odur ki, özüm susum qoyub başqası danışsın da. O demək ki, siz özünüz ifadə edebilirsiniz də. Siz özünüz deyin görək, nə ilə məşğulsunuz, meydiniz haradır, necə bir biznes siz irəliyə apara bilərsiniz? Yəni, bax, onu bilmək istəyirik. Hələ ki, biznes haqqında düşünmürəm. Bəs o içindən şokoladları mən sərgidə gördüyüm o üçün güzeldir. Niyə bahar Çox deyildi ağabey, valla inciliyim, biraz karşı tərəfə, o soğuşan tərəfə qeyri ciddi bir cavab aldı. İlk dəfə mən o şirniyyəti tədbirlərə çıxardanda, yəni maketi çıxdı, nazirliyə çıxdı, yəni müayindəlikdə belə çıxıyor. Yəni eyni tədbirlər olanda yəni onu elə bir üzə çıxardarım da, yəni o günlərin mənim biznesim deyil, yəni bayramdan tədbirdən tədbirə İstəyərsən, məsələn, günlərin biznesin olsun. Çox istəyərəm. O barədə çalışırıq, Aytəkin xanım çalışır. Sizin uzunluğunuz da burada. Yəni AFA şeydə, rəhbərliyi də yəni mənə şey dostdur. Necə deyirlər, dayaq qorxular, nəyə şeylər sevimlər, düzüblər, qoşublar, yəni o yüce yolunu aparma düşmüşəm də. İndi bu görə tezliklə yəni. O sözləri deyəmirsiniz siz. Bayaq heç nə İşlənmiyordur. Ev idarə edirəm. Hələ ki, bilsən, yəni, sizin gəldiyiniz kimi, hələ ki, balaca şeyləri, hələ durumuz bir dənə, böyük
işe geçecek o var. Yavaş yavaş da ondan sonra özü tədricən də siz hələ ki 1-2 il stabil yanaşması olan bizim yerler. Bizdə isə hər adam qura bilmir də, hər adam biznes idarə bilmir. Bizdə idarəçilik tamam başqa. Hər insan idarəçilik. Belədir ki, biznesi düzdür, bacararam, mən biznes ailəsində, yəni doğru, gözüm açıdan, yəni biznes içində böyümüşəm. Görmüşəm, onun girişini də, çıxışını da, nəfər deyil, alışını da deyil. Amma gəlin biznesi olan kadrları sərbəst olmalıdır. Hər yerə məsələn getməlidir, o qapını döyməlidir, biraz ikizi olmalıdır. Sizin sərbəstliyinizə vani olan var. Adətən də ailədir, yəni məsələn bir gün evdən çıxıramsa o evi idarə edən lazımdır. O evi də idarə edən yoxdur, ona görə qalırsan belə çıxılmaz vəziyyətə. Məsələn, azını eləyirsən, çoxunu eləyə bilmirsən. Bilirsinizmi, nə qədər həm evini, həm biznesini uğurla idarə edən qadınlar? Məsələn, mənim işim elədir ki, məsələn, Bakıya getməliyəm, mən gedə bilmirəm. Gəlib o işin dalına düşmək üçün hardasa bir həftə o işə gedib orada vaxtı, kənddə yanımı itirdiyim vaxtı gedib orada qazanmalısan. Onu da mən eləyə bilmirəm. Məsələn, mənim bəyəndən özümün ailəmi dolandırmaq üçün, məsələn, töyük cücəm var, həyət bacam var, suyu, məsələn, su vaxtla gəlir, saatla gəlir. Onları gəlib vaxtında tutmasan. Onu da yəni mən tuta bilmirəm. Ya kəndi buraxmalıyam, o işin dalına düşməliyəm. Biznesiniz var, amma xarakteriniz. Xarakterdə mənim yəni o xarakteriniz, o biznesi qurmaq üçün biz o dərsi keçmişik. Gərək biraz sırtıq olsun, qapının 5 dəfə yox, 20 dəfə döyəsin. Yəni onda da məndə o xasiyyət də yoxdur. Amma siz deyirsiniz ki, başqaları o biznesin qurulması üçün düzür, qoşur. Amma başqaları sizin üçün onu etməyə çalışır. Onu siz edəcəksinizsə, başqaları heç vaxt o biznesi qurabilir. Sizin üçün birinci bazı gətirib belə bandik bağlıyıq, üstünə belə verməyir. Onlar özüm edir, prosto məyin yerlər var. Onlarla danışıq aparmağı, yəni mənlik edir, yəni aparamaları. Onda ən azından o adamın Mənə aydın oldu. Sağ olun. Yəni mən gediyim biznesi edəkən biraz çətindir, biraz nəfər deyim. Yox, əslində şirniyyat biznesi qida təhlükəsizliyindən belə o çətinliyi olan bir biznesdir. Yəni, kənd təsərrüfatı deyir ki, mən həyətdə toyuq saxladım, diri başına saxladım, heç nəyə cəlb olub, vergisi falan. Qida da olur, yəni çox. Bizdə belə Hərəbəz becərmək. mən dedim, uşaqlıqdan burada böyümüşəm, tütün, qursan səhəmətli olmuş. Hərəbəz. Sağam, o evi şeylə eləmişəm, tək yaşayıram. Bir qardaşım var məndən ki, sən tərbiyyədə etmişəm, ağaçlara baxmışam, toyuq saxlamışam, bir şey getmişəm. Onların öftəsindən gəlmişəm. Yəni, iş olanların öftəsindən gələ bilirəm, bazarım olar. Təsərrüfat işini bazarımız. Arzu xanım siz? Mən hal-hazırda Elcan xanımdan. Amma belə, məsəl üçün, mən Təranə xanımın vardı, Falqan gəlmişdim. Mən məsəl üçün təklif olaraq da vermişdim ki, belə bir iş qura bilərik xanımlarla. İndi məsəl üçün, şirniyyat belədir ki, nə bilim, məsəl, o hər zaman, hər gün insana lazım olan bir şeydir, sifariş olandan olan. Amma məsəl üçün, xanımlar üçün burada dekorativ düğün falan, belə bir parlik yaratsaydılar, kömək eləsəydilər. Məsəl üçün, xanımlar orada özləri o gülləri əkib, becarıb satışı ilə məşğul olsaydı. Toyuqcuca belədir ki, toyuq, indi düzdür, o da, yəni canlı bitki, o da məhv ola bilər falan, belə elə. Amma nə bilim, elə bir iş qurulsaydı, mən özüm işləmişəm o gün, dekorativ güllərlə falan belə, biraz anlayışım var da. Məsəl üçün, elə iş qurulsaydı ki, xanımlara həm necə maaş kimi, bilmirəm də, bir qurum ola ki, məsəl üçün, kimsə gəlir orada da bilsin ki, həm siz demişsiniz də, onun gələcəkdə böyüdə satışı ilə belə əldə gəlir eləyir. O işin həm, bax, indi burada, məsəl üçün, kətlər tikilir də. Onlara, məsəl üçün, ağaclar, dekorativ ağaclar alırlar, əkirlər, güllər falan. Onu həm, məsəl üçün, ağadakı o parnikdən ala bilərsiniz. Qadınların özü üçün bir iş yeri var. Mənim kimi o qədər evdə oturan xanımlar var. O qədər xanımlar var ki, məsəl üçün, o işi qurub sırf maraq yaratmaq üçün, onu getdikcə böyütmək üçün, belə, məsəl üçün, işdə olsa, mənə elə gəlir ki, xanımlar üçün də yaxşı olur. Həmin fikri mən bekardan bayaq demədim.
deməkdir. Yəni, siz boş bazarı tuta bilmirsiniz. Boş bazarın biri o ağaç və tinklərin olmasıdır. Yəni, boş bazarda sizin 10 nəfər, 10 nəfər xanım oturur. İnanın ki, bax, indi tutum mövsümü keçdi. Bilmirəm, tam keçib, keçməyib? Keçib. Yəni, bir vedrə tutu əldə eləyib, onu yuyub, toxumun götürüb, cığırla əksən, artıq sən heç bir maliyyət vermədən nə boyda tut tinkliyi yarada bilərsən. Mən elə ki, bizə ağac falan dövlət tərəfindən heç bir şey köməkli olmadan, amma biz elə evimiz elə yerə düşüb ki, evimizin arxası biz gələndə qalmışdıq idi. Mənim yoldaşım Ekologiya Nazirliyində işlədiyinə görə bu işləri çox sevirdi, bu tinclikli balıq. Biz onun o qamışlığı orada təmizləndirdik, bir sıradan istəyib çəkdirdik və bizim çox gözəl orada bağımız var. Çox da gözəl, biz gələndə elə ki, oralar sarı torpağıdır, indi maşallah olsun da, elə bağ gətirdik ağaclarımız necə, bir hektara yaxın yerdir. Amma yəni bu ildə ərik falan çox qəşəng gətirilmişdi, amma biz satış eləyə bilmirik. Niyə? Çünki paylayırıq da, hələ ki, məsəl üçün hamı nübar eləmək istəyir, hamıya xoş gəlir, ona görə satışını eləyə bilmirik. Amma bağımız var, çox gözəl bağımız var da, bağ salmışıq biz. Siz sadəcə olaraq 3 ədəd biraz daha möhkəm boru turba bastırıb, onu paletli eləyib, ilkin mərhələdə icazə... Layihəni də pozmaq olmaz. Necə? İndi layihəni pozmaq olmaz. Yox, pozmaq yox. Siz özünüz çərçivə var. Yox, onu görə deyirlər, Gülbəz xanım. Gələcəkdə onu eləyəcək. Belə ölçüdə düşünmürəm ki, ona kimsə mani olar. Yəni, 1 metr hündürlükdə istilik, istixana kimi düzəltmək... O xanım, bir adamın işi deyil. Ona icazə olarına... Ona icazə verilsə də, məsəl üçün, o həvəs söhbəti var, maraq söhbəti var. Xanımların bir yerdə, məsələn, xanımın bir yerdə işləmək... Sənin adınız nədir? Arzuxanım, bax, elə ondan məqsəd olur ki, iki xanım bir çiçəyi topdan alacaq ama, burada əkdir, böyünü var. Digər xanımda başqa bir tingi vurdu. Satışı buradan eləyəcək, reklamı buradan eləyəcək, toptanını gətirəcək, yavaş-yavaş özü-özünü inkişaf elətdirəcək. Olacaq tinklik üzrə 2-3 xanımın biznesi.